Belə bir sual yaranır və bu sualın cavabında, ətrafında görkəmli şəxsiyyət, böyük bir imam İbn-i Qayyim rahimehullah çox nəfis bir cavabla öz kitabında bunu cavablandırır. Gəlin bu sualı əvvəlcə gətirək, hətta o sualın nəticəsi olan bu kitabın səmərəsindən faydalanaq. Sizcə Adəm əleyhissalam o meyvəni yeməsəydi də nə olardı? Hamımız cənnətdə oturacaqdı bu saçça. Dünyanı heç kim görməyəcəkdi. Elə deyil. Çünki hamınız, atanız Adəmin belinin içindəydi. Onun belinin içində olması dəlil göz qabağında. Səhih Buxarıda keçir, həmçinin Müslimdə gerisində. Allah Subhanahu taala Arafada Adəmin belinə məs çəkdi. Və onun onurğasından bütün zürriyyətini zərrə şəkildə düzdü. Və dedi, Ələstu bi Rabbikum? Sizin Rəbbiniz mən deyiləm. Qalu bələ. Dedilər, bəli. Və bu hədis əsli Quran-ı Kərimin Əraf surəsində üstəsini tapır. Yəni biz hamımız Adəmin belindəydik. Həmçinin əqli dəlillərdən bizim burada mövcud olmamız, hamımız Adəmdənik. Vəl Ədəm minət turab, Adəm də torpaqdandır. Adəm o meyvəni yeməsəydi, fikirləşin, yeməsəydi, hamımız bu saçda cənnətdə oturmuşduq. Hamımız. Bəs kafirlər, kafirlərdir. Bəs kafir mömindən seçən nə idi? Heç nə. Onda sual çıxır. Adəm o meyvəni yeməli idi mi? Sual doğurur. Görəsən yeməsəydi nə olardı? Vallahi Adəm əleyhissalamın o meyvəni yeməsi Həvva ilə bərabər əzəldən ilahi təqdirdə idi. Dəlil də Səhih Buxarıda keçir. Meyracda, ruh dünyasında Musa ilə Adəm höcətləşir. Musa aleyhissalam Adəmi qınayır. Deyir, ey Adəm, sən o ağacdan niyə yedin? Yəni sən yedin, bu müsibətlər bundan sonra başladı. Adəm aleyhissalam övladı olan Musa Kəlimullahı bağlayır. Deyir, ey Musa, Allahın əzəldən təqdir etdiyi bir şeyə görə məni qınayırsan. Allahın əzəldən təqdir etdiyi bir şeyə görə məni qınayırsan. Yəni bu əzəldən təqdir olmuşdu. Və vallahi doğrusu Allah bilir, o ağac ilə ona görə yaratılmışdı cənnətdə. Əslində o cənnət ağacı deyil bir baxanda. Cənnətdə qadağı yoxdur ha. وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي الْقُرْآنِ Cənnətdə lənətlənmiş ağac ola bilməz. Əsla o ağac məqsəd yönlü cənnətə yaratılmışdı. Və Allah Subhanahu ilahi təqdirindən, hikmətindən dedi ki, Adəm və Həvvanı iblis saptıracaqdı. Və onlar o ağacdan yeməli idilər. Hətta mən deyirəm rahat. Nəticədə Allah Subhanahu mükəmməl, hikmətli bu şah əsəri meydana gəlməli idi. İndi baxın İbn-i Qayyim faydalarını necə çıxardır. Əd-diddu şey tuzhiru ziddahu. Bir şeyin əksini görmədən onu bilə bilməzsən. Bir şeyin əksi onun mahiyyətini üzə çıxardar. İndi biz cənnətdən düşmüşük bura. Düzdürmü? Burada nə var? Vasabun və nasabun. Baş ağrı, ürək bulanma, təzik, oynayır, aşağı düşür, yuxarı düşür. Aşağı düşəndə halın gedir, yuxarı düşəndə halın pisləşir. Qarın sancıları, iç xəstəlikləri, yataq xəstəlikləri, ayağını sındırırsan, qolunu sındırırsan. Əl-hüzün, hüzün var. Vəl-kərb, vəl-kədər, kədər qüssə. Əl-humum, vəl-humum, borca düşmək, sıxıntı keçirmək, ruzu daralır, ruzu genişlənir başqa bir fitnə, ruzu çoxalır başqa bir fitnə, ruzu əldən gedir başqa fitnə. Daha burada nələr var? Bunların heç bir cənnətdə yoxdur. Bu musibətlərin dadına, hamısına baxıb, səbir etmək, səbir kimi bir niməti üzə çıxartmış olur. Nəticədə Allah Subhanahu sifətlərindən olan Vallahu yuhibbus sabirin. Allah səbir edənləri sevir, sifəti təcəlli edir. Bu isimdən təcəlli edən sifətin meydana gəlməsi üçün gərək cənnətdən əvvəlcə burada düşərdin ki, hətta səbir əhli olasan, səbir deyilən bir şey nə olması meydana gəlsin ki, nəticədə də Allah Taala həmin o səbir edənləri sevir. Yoxsa Allah Subhanahu bu səbir edənləri sevir sifəti təcəlli etməyəcəkdir. Çünki cənnətdə bu şeylərin heç biri yoxdur. Cənnətdə la nasabun və la vasabun və la deyir, cənnətdə nə baş ağrısı var, nə ürək bulantısı var. Hətta içdiyin şərablar ürək bulandırmır. Üzrdən qusma boğma gətirmir. Baş gicəlləndirmir. Sərxoş eləmir. Əqli qəlbdən aparmır. Həz verir. Cənnətdə haram yoxdur. Cənnətdə hara vursan çıxsan mubah, halal, hamısı halaldır. Baş ağrı yox, ürək bulantısı yox, sancılar yox. Hələm o nədir? Qocalmaq yox. Yorulmaq yox. Hələm o nədir? Yuxu yoxdur, yuxuya ehtiyac yoxdur əslər. Yorulmaq yoxdur ki, de yuxu da yoxdur. Təsəvvürlər. Yuxu belə yoxdur. Hətta mürgüləmək yoxdur deyə cənnətin hər dəqiqəsi nemətdir. Birdən o nemət qaçar. Mürgüləyən vaxta düşər. Yəni Allah Taala səni daha mükəmməl bir şəkildə süzgəcdən keçib daha mükəmməl bir dünyaya, axirət dünyasına qaytarmaqdan ötürü əvvəlcə bu dünyadan keçməlidir. Və Allah Subhanahu taala'nın bu şah əsəri, bu yaratılma qayəsi o ağacın mütləq yeyilməsindən sonra başlayacaq. Onlar qovulacaq, bura düşəcəklər. Burada hər cürə müsibət, kərb, üssə, hüzün, bəla, müsibət
Dese belə cənnətdə bunların heç biri yoxdur. Üzr istəyirəm. Kiçik, böyük ehtiyac yoxdur. Tükürmək belə yoxdur. Tükürmək belə yoxdur. Tər, müsküdür. Gözəl ətirdir. Ha? Dese belə cənnətdə bunların heç biri yoxdur. Sən onların nimət olduğunu necə dərk edə bilərsən cənnətdə? Bunların əksini görməmisən axı. Heç vaxt dərk edə bilməzdin. Dese belə. Cənnətdə haram yoxdur. Hara vur çıx halalın içindən çıxa bilmirsən. Cənnətdə sənin sahəndə olanlar hamısı sənin halal mülkündür. Hurul ayn və zəvcət. Hər xeymələrdə zövcələrin var. Hara vur çıx, hətta orada şəhvət halaldır. İndi Allah Subhanahu taala aralarınızda kişi istəyir görsün. Və kişi qızı olanları görmək istəyir ki, şəhvətlərini Allah haram ediblər. Yalnız nikahla kifayətləniblər və nəyə ki Allah icazə verib. Qırağa çıxmırlar. Həmin o insanları digərlərinə seçməkdən ötürü bu dünyaya düşmək lazım idi. Bu dünyaya emək lazım idi. Çünki cənnətdə bunu seçmək mümkün deyil. Cənnətdə haram yoxdur. Məhdudiyyət yoxdur. Qınaq yoxdur. Qadağan yoxdur. Nə eləsən pak, təmiz və mübahdır. Haramlar yoxdur. Qadağanlar yoxdur. Allah təala sənin səbrini necə yoxlaya bilər orada? Bunu eləmə, onu eləmə, onu. Allah Subhanahu taala sifətlərindən də el-Məlik, vel-Malik, və Məlikul-Mulk, və Məlikul-Əmlak, vəl-Məlik. Şahların şahı. Allah Taala'nın da mülkiyyətindən, sultaniyyətindən qadağalar qoyması, icazələr verməsi və ona təslim olunması. Orada da o görsənmir axı. Bunun əksini burada yaşamadıkça Allah Taala'nın Məlik sifətini necə dərk edəcəkdin ki, o Məlikdir. Çünki cənnətdə hər biriniz məliksiz. Başınızda taclar var. Bahal qaşlardan, qızıldan. Paltarlarınız qızıl. Bütün cəvahirat. İpək burada haramdır. Cənnətdə hər biriniz məliksiz, sultan. Minlərlə xadim və xadiməniz varsın cənnətdə. Saraylarda yaşayırsınız. Saraylarda bir-birindən gözəl. Gözün görmədiyi, qulağın eşitmədiyi, dilin vəsf edə bilməyəcəyi, ağlın dərk etmədiyi gözəllikdə, füsunkarlıqda orada saraylar, daha nələr var. İndi sən həqiqi məliki, onun mülkiyyətini, onun sultaniyyətini dərk etməkdən ötürü əvvəlcə qul olmalıydın. Dünyaya düşməliydin. Və əl-ubudiyyə uca məqamdır. Allah Teala səni ubudiyyə məqamında görmək istəyir. Və bu peyğəmbərlərə hətta ən fəxir olan məqamdır. Subhanəllezi əsra bi'abdihi. Həmd olsun, münezzeh olur Allah'a ki qulunu gecə ilə, İsra surəsi, qulu adlandırdı. Çünki ubudiyyə, qul məqamı yüksək məqamdır. Cənnətdə bu məqamı hiss eləmirsən sən. Əgər cənnətdə yaşasaydın, başında tac, cavahirət içində, sultaniyyətin, hədsiz. Hətta mələklər sənin yanına qonaq gələndə icazə alırlar. Cənnətdə belədir. Bunu mən demirəm, Süfyan Thawri deyir. Orada necə hiss eləyəcəkdir ki, həqiqi məlik odur. Həqiqi Məlikul-Mulk və Məlikul-Əmlak odur. Yəni burada ubudiyyə. Və ubudiyyə məqamı Allah Subhanahu taala'nın ən sevdiyi məqamlardan olduğu üçün Allah Teala peyğəmbərin ən ülvi məqamlarda onu ubudiyyə məqamı ilə çağırır. Elhamdülillahi'llezî enzele ala abidihil kitab. Hamd olsun Allah ki kuluna kitabı nazil elədi. Və lemma qama abidullahi yed'uhu. O zaman ki bizim qulumuz qalxdı ibadət eləməyə, qulumuz. Bir qulun Allah'a qulluq, ubudiyyə, iftiqarını ərz eləməsi o qulun ən ülvi məqamıdır. Ən şərif məqamıdır. Allah təala'sında ən ülvi məqam. Bu məqam təcəlli olsun deyə insan dünyaya düşməlidir. Çünki ahirətdə bu mümkün deyil. Əslində o ağac məqsədünü yaratılmışdı. Və ondan Allah Taala'nın əzəli ilahi təqdirində yeyilmək yazılmışdı ki, Allah Taala'nın bu şah əsəri təcəlli olsun. Allah Subhanahu taala'nın bizə məlum olan 99 ismi var. Digər isimləri qiyamət günü. Digər isimləri axirətdə. Digər isimləri gizlidir, bəlkə elə isimlər var ki, heç vaxt açılmayacaq. Çünki açılsa da dərk edəməyəcəksiniz. Çünki heç bənzəri yoxdur onun. Təkcə bu 99 ismin hamısı ki, bu dünya üçün bunlar kifayətdir. Açılsın deyə dünyaya gəlmək lazım idi. Ne üçün? Bəli, rəzalətə düşməliydin. Günaha batmalıydın. Sonra gizli xəlvətli günah etdiyin yerdən qalxıb geri dəstəmaz almalıydın. Hönkür ağlayıb, sızlamalı, tövbəli, Allah'tan bağışlama istəməliydin. Onda Allah Teala'nın Ət-Tevvab sifəti təcəlli edəcəkdir. Onu biləcəksən ki, Allah Subhanahu Tevvab ismi var. Tövbələri sevən, tövbələri qəbul edən. İnnallah yuhibbut-tevvabin vel-mutatahhirin. Allah Teala şübhəsiz ki, çox tövbə edən. Çox tövbə edən nə deməkdir? Demək ki, çox günaha batırlar ki, çox tövbə edirlər. Cənnətdə bu mümkün deyil. Cənnətdə günaha batmaq şansı yoxdur. İmkaniyyəti yoxdur. Allah Subhanahu Teala bu 99, təkcə 99, digər isimlər hələ yox. Təcəlli etsin deyə bu dünyaya gəlmək lazım idi. Həddi günaha batasan, çökəsən, rəzil olasan və sonra tövbə eləsən, Allah'a qayıtasan. Onun önündə sızlayasan, ağlayasan. Hətta Allah Subhanahu Teala'nın Tevvab sifəti. Ar-Rauf, el-Afu, əffedən keçən. Allahu Ekber. Səbr etməsi, həmçinin misal. Və digər bütün isimlər və sifətlər bu şəkildə təcəlli edir. Baxın, bu dünyada Adəmin zürriyyəti ikidir. Cənnət əhli və cəhənnəm əhli, elə deyilmi? Kafir bəndələri, iman etmiş bəndələri. Düzdürmü? İndi təsəvvür eləyin, Adəm əleyhissalam zürriyyəti axirətdə, yəni daha doğrusu zürriyyəti cənnətdə işıq üzü görsə, dünyaya gəlməsə, kafir qardaşları, bacılarını, möminləri necə seçəcəksən? Hamı Allah'a görür. Cənnəti haqq etmək lazım idi. İbn-i Qayyim bu risalələ belə başlayır. Allah-u Teala Adəmi daha mükəmməl bir şəkildə ora qaytarmaqdan ötürü hikməti ilə onu buraya
düşürtmüşdür. Daha mükemmel şekilde qaytarmaq üçün. Onu və zürriyyətini. İndi bax misal çəkəm bizə. Təsəvvür edin. Bu dünyada ne çok Allah'ı inkar edenler var, öyle değil mi? Ve in tuti' aksara men fil ardı yudillike an sabilillah. İnsanların ekseriyetine mehel koysan seni Allah'ın yolundan saptırarlar. Onlar çok teşkil Hindusu var, Buddhisi var. Müxtəlif özündən din icad edirlər. Allahsızları, ateistləri, deistləri daha. Düzdürmü? Onlar çoxluq təşkil edirlər. Və Allah'ı əsla inkar edenler var. Ben görmürəm deyir. Ben onu hazırda görmürəm, eşitmirəm. Sense subhanallah imanda elə bir dərəcəyə çatmışsan ki, sanki onu görərmiş kimi, eşidən kimi ibadət edirsən. Gecenin bir vaktinde dəstəmaz alıp xəlvətdə Allahla tek başına qalanda, onun huzurunda onun kitabını oxuyanda, dərk edəndə, münaca edib, ilha edib, israrla dua edəndə, səcdədə ağlayanda sen onun yanında olursan, ona yaxın olursan, onu çağırırsan, onu hiss edirsən. Hələm sən eşitməyə, gör bir başa eşitsəydin necə olardı? O cənnətdədir. Bir başa görsəydin söhbət olsa necə elərdi? Axı kafirlər bunu haqq eləməyiblər. Onlar bir dəfə hələm süzgərdən keçməliydilər. Liyəmizallahu l-xabitə minət-tayyib. Allah təala pisliklərdə yaxşılıqları seçmək üçün. Adam deyir ki, mən onu görmürəm. Nətər şəhadət edeyim? Bunun cənnətdə ne işi var? Bu cənnətlik deyil axı. Ne olsun ki orada yaratılıb? Atasının birində. Ora layiq deyil. Cənnətdə hamı Allah'ı görür. Hamı. Cümə günü Allah Teala bütün cənnetin dərəcələrindəki olanları Əfyah vadisine qonaq ediyor her cümə. Bütün cənnetin dərəcəsində olanlar hamı Allah'ı görür. Bu dünyada görmeye iman edeceksen, görmeye, canlı eşitmeye şehadet edeceksen ki, hatta o dünyada oraya dahil olman hak olsun. Ora darul karar, ebedi karar yeridir. Ora darul memar, geçici yerdir, geçit yeridir. Bir təsəvvür edin, həmin o bəndələr, təsəvvür edin, yani biz onları seçebilmərik qiyamət günü. Cennette eğer bir başa orada olsaydılar. Biz hamı görür Allah'ın. Siz biz Adem Aleyhisselam necə yaratılmıştı? İbn-i Qayyim Rahimullah bunu elə həmin əsərdə getirir. Miftah Darus Saade kitabında. Dedi ki Allah Teala Cebrail'i gönderdi. Dedi git yerden kum getir. Bizim bünövremiz kardeşler cennetteki kumdan değil. Bizim bünövremiz taptaladığımız ayağımızın altında olan bu torpaktaki kumdandır. Birisi onu. Cebrail Aleyhisselam gelir ve torpaktan kum götürür. Bu kumun içinde olur sarı, qara, qırmızı, çəhrayı, boz, çıngılda, şüşə, hatta kesici aletler olur. Söyleyin. Cebrail Aleyhisselam bu kumları topluyor. Ve getirir hara? Adin bağlarına. Haradaki Adem yaratılacak. Emr olunur ve onun üzerine su dökülür. Bu kumun içinde müxtəlif kumlar var. At-tayyib vel habis. Pak ve pis. Temiz ve çirkli. Yarayan ve yaramayan. Ve sonra bu terkip olan şey var. Adem'den ne diyecekti? Özünü gösterecekti. Birinci Adem sözün mənası torpakta olan bu renklerin hamısının qaçışıq adıdır. Bilirsiniz onu? Həmin bu renkləri qaçışdır. Torpakta olan bu renklər hamısını topla bir ara qaçışdır. Sor rəssama. Bunun adı nədir? Rəssam deyəcək ki, oxra rəngi. Rəssamlarda bu oxra rəngidir. Onlar oxra rəngini bilirlər. Oxra, Kafkaski, oxra, Zakarpatski adlar var da. Biri aşağı, biri tünd, biri lat tünd. Bu torpağın renkləridir. Hətta rəssamlar üçün bu rəngi əldə etmək asan iş deyil. Onun için de sarı büt olmalı, kırmızı olmalı, biraz çok az qara olmalı, biraz çahra olmalı, bütün renkler olmalı. Allah Teala Cebrail əmr edəndə Cebrail Aleyhisselam bu qumu gətirir. Bunun tərkibində bunların hamısı var. Bunlar hamısı süzgəcdən keçməlidir. Necə Allah Subhanahu buyurur ki: "Liyemizallahu l-habise minət-tayyib." Allah Teala pislikləri yaxşılıqdan ayırsın. Bunların içerisinde iman edenler var. Görmeye, eşitmeye şehadet edenler var. Bel bunların içerisinde Allah yolunda dövüşüp canlarını kurban edenler var. Cennette dövüş var, valideydim. Şehadet var. Bes Allah Subhanahu buyuruyor: "İnnallaha iştara minel mu'minine enfusahum ve amwalahum bi enne lehumul cennet." Allah cennet mukabilinde, karşılığında müminlerden satın almıştı. Onların canını ve malını. Mükafat ise cennette. Allah Teala onun yolunda kurban öz canını verenleri sevir. Cennette bu mümkün değil. Gel bu dünyaya gelmeliydi. Allah yolunda dövüşmeliydi. Canını kurban vermeliydi ki hatta Allah Teala'nın evliya, dostları ve sevdiklerinin olmalıdır. Yaxşı, yer üzerinde Enbiya ve Murselin var. Allah Teala'nın en seçtiği, məxsus özü için seçtiği, sevdiği kullar var. Onlar orada olmayacaktı. Öyle değil. Cennette orada olmayacaktı. Risale kime gelecekti? Kime peygamber gelecektir? Ve bu peygamberler necə hadislerde gelip Allah Teala yerler ve gökleri 50 yıl yaratmamıştan önce ruhlar içerisinde bu peygamberler ruhunu məxsus seçip özü için. Bunlar en pak, en ölü ve en temiz ruhlardır. Peygamberler ruhları. Fikir verin. Yani gele bu dünyaya gelesen ki hatta o peygamberler gönderilsin. Düz değil mi? Yani cennette bir baş olsaydı onlara hiç fakir insanlar görmeyecekler. Onlar seçilmeyecekler insanlar arasında. Allahu Ekber. Ve netice itibariyle bunlar ve diğer sonsuz hikmetler var ki bəzilərini Allah Teala kiməsə aşır, bəziləri açılmayıb, bəziləri aşıla duracaq. Bunlar həmin o mələklərin suallarının cavabıydı. Bir zaman mələklər dedilər ki: "Ey Rabbimiz, yer üzerinde öyle bir şeyler yatacaksan ki öyle bir kesler, yer üzerinde kan tökecek, fesat tökecekler." Sualın cevabı ne olmuştu? "Qale inni a'lemu ma la ta'lemun." Ben sizin bilmediklerinizi bilirəm. Mələklər indi baxır hal-hazırda.
Baş verdikçe nəzər salırlar, tamaşa edirlər və bilmədiklərini indi bilməyə başlayırlar. Allah Teala bunları yaratmamışdan qabaq bilirdi. Bu Allah Teala'nın əzəli və əbədi mükəmməl elmi haqqında da xəbər verir. Baş verməyən şeyləri də necə olmasını bilirdi. Çünki onlar fikirləşirlər ki, yəni Allah Teala yer üzərində xəlifə yaratacaq. Əvvəlcə onun bir nömrəsini torpaqdan götürdü, yerdən, sonra onu cənnətdə yaratdı, sonra cənnətdən qolacaq yerə. Dedik ya Rab, onlar yeryüzündə fəsad törəcəklər, qan tökəcəklər. Allah Teala həqiqətən mən sizin bilmədiklərinizi bilirəm. İndi mələklər nələr görürlər? Mələklər görürlər ki, Allahın qulları arasında elələr var ki, mələk dərəcəsinə qalxa bilir. Mələklər heyrandır. Mələkdə şəhvət yoxdur, etiraz yoxdur, tamah yoxdur, nəfis yoxdur. Təbii ehtiyacların heç biri yoxdur. Mürgü yoxdur, yatmaq yoxdur, yorulmaq yoxdur. Bunların heç biri yoxdur. Kim bunları, nəfsini ram eləyərsə, ayaqlarının altına alarsa, mələk dərəcəsinə qalxar. Hətta mələyə ötür. Çünki mələkdə bu şeylər yaratılmayıb. Mələklər baxırlar və deyirlər ki, ya Rab, mə qədərnəkə haqqa qədrik. Bağışla bizi. Biz səni haqqıyla təqdir etmədik. Və mə əbədnəkə haqqa ibadətik və səni haqqıyla ibadət etmədik. Və mə şəkərnəkə haqqa şükri və səni haqqıyla şükrünü verə bilmədik. Qal inni a'ləmu mə lə ta'ləmun. Həqiqətən sizin bilmədiklərinizi mən bilirəm. Və Allah Subhanahu onların bilmədikləri indi təcəlli edir. Onlar görürlər ki, subhanallah. Allah yolunda canını qurban verməyə hazır olanlar var. Allahın elə qulları var ki, subhanallah. Allahı sanki görərmiş kimi ibadət edirlər. Bu necə olur? Ona görə bir hədisdə, o hədisdə İmam Buxari hədislərindəndir, ən gözəl hədislərindəndir. Allah Taala'nın seyyah mələkləri var. Yer üzərində dolaşarlar. Zikir hilaqaları, inşallah belə bir hilaqalardan bir hilaqa. Məclislərini axtararlar. Hele ki tapdılar, qanatlarını salarlar. Və orada olanları sonra dönüb qayıdarlar, Allah'a söyləyərlər. Allah Teala bildiği halda onlardan soruşar. Kullarım neden danışırdı? Deyirlər ki, ya Rab, onlar səni zikr edirdilər, yəni səni anırdılar. Meğer onlar məni görürdülər. Cavabında yox, ey Rabbimiz. Onlar səni görmürlər. Bəs görsəydilər necə zikr eləyərdilər? Bax, mələkləri təəccübləndirən dünən verdikləri sualın cavabı bilərdir. Onlar gəldilər, Allah'ı əsla mələklərdən fərqli olaraq görməyə, canlı eşitməyə, onu zikr edən bəndələr görəndə mələklər heyran olur. Bu necə olur? Ona görə mələklər orada qanatlarını çırpır, qanatlarını yerə salır və oranı əhatə edir, oraya səkinət nazil olur. Orada olan, məclisdə olan, hətta yoldan keçən yad insan belə bağışlanır. Məclisin şərəf məqamına görə. Digər Buxarinin hədisində Allah Teala deyir ki, ey mələklərim, şahid olun ki, orada olan hər kəsi bağışladım. Mələklərdən biri, ey Rabbimiz, burada yad olan birisi var. Məclis əhli değildi. Yoldan keçirdi, dostu orada gözləyirdi. Qıraqda da gözləməkdən deyir, içəridə gözləyərəm. Oturdu o da o gözlədi, dostu gələndə götürdü, apardı. Allah Subhanahu taala nə deyir? Ulaika qaumun la yashqa jalisuhum. Onlar elə bir toplumdur ki, onlarla oturan bədbəxt olmayacaqdır. Onlarla oturan itirməz. Onlarla oturan heç bir zaman bədbəxt olmaz. La yashqa qaumum. Həmin hədisə qaydaq. Onlar nə istəyirlər? Allah Teala bildiği halde onları soru-sual tutur. Mələklər, ey Rabbimiz, onlar cənnət haqqında danışırlar, cənnəti istəyirlər. Məgər onlar cənnəti görürdülər? Yox ya Rabb, onlar cənnəti görmürdülər. Allah Teala cavabında, görsəydilər necə istəyərdilər. Allahu Ekber. Bəs onların qorxduğu bir şey vardı. Allah Teala bildiği halde onlardan soruşur. Mələklər cavabında, bəli Rabbimiz, onlar cəhənnəm odundan qorxurdular. Məgər onlar cəhənnəm odunu görürdülər? Yox ya Rabb, onlar onu görmürdülər. Deyir, görsəydilər necə Allah'a sığınardılar. Onlar elə qullardır ki, onlarla oturan heç bir zaman peşman olmaz. Əslində bu hikmətləri çoxdur qardaşlar. Bu hikmətləri sahib tutarma olmaz. Yəni insanın bu dünyaya gəlməsi. İndi təsəvvürlə qiyamət günü qopdu. Fəriqun fil cənnəti və fəriqun fis sa'ir. İki qismdir. Bir hissəsi cəhənnəmə gələcəkdir. Adəmin zürriyyətidir. Həmin belində olanlar. Və bir hissəsi cənnətə gələcəkdir. Üçüncü qisim də vardır. Üçüncü qisim, onlar cənnət əhlidir. Əhl olaraq oranın əhlidir. Amma günahları onları cənnətə ibtidaən buraxmır. Namazı səhnəkarlıq edirlər. Gah qılırdılar, gah tərk edirlər. Qılaram inşallah deyənlərdən idilər. 60 yaşında qılaram deyənlərdən idilər. Kəbair əhlidir, böyük günah sahibləridir. Pulum çoxalıb amma vermək ağır deyə. Adam da 50 min zəkat çıxardar. Ağır gəlir onu çıxartmaq. Kəbair əhlidir. Həc boynuna vacib olur. Yetmir. İli ilə satır, əcəl gəlir onu aparır. Yəni bu nədir? Şarab içir, tansoya gedir, musiqi məclislərində olur. Amma Allah sevir, Rasulunu sevir. Deyir, mən də müsəlmanım, mən də möminim. Bunlar Allah Teala'nın onlardan tələb etdiyi vacibləri gətirmədiklərinə görə cənnətə ibtidaən giriş qazandı onlara. Əks halda Allah Teala'nın ədaləti orada pozulur. Onlar girməli, onda gətirmədik vaciblərin cəzasını çəkməlidirlər. Ləbisinə fiyhə əhqabə. Əhqabənin təfsirində gəlib ki, huqub 80 ildir. Hər fərzi 80 qatına vurun. Bir qılmayan namaz 80 ildir. Bir qılınmayan, qəsdən tərk olmuş namaz 80 ildir. Ləbisinə fiyhə əhqabə. Bu da Allah'ın kamil ədalətindəndir. Kafir deyəcək ki, ya Rab, mən də qılmırdım, bu da qılmırdı. Bu nətər oldu? Bir var kökündən İslamdan çıxartmaq, o təklifçilərin əxlaqıdır. Bir deyək, yox, heç kim onları müjdələmir ki, olan vəziyyəti əl olacaq. Gedin kef edin. Bəziləri deyək kimi. Elə də deyil. Bunlar ibtidaən cənnətə mən edirlər. Giriş qadağandır. Cəhənnəmə düşəcəklər. Gətirmədiyi fərz, Allahın tələb etdiyi hər bir vacibin kəfarəsini odunla təmizlənəcəklər. Zina edənlərdə zinanın ləzzətini, həzzini, bədənin odunla, tamamilə, bütün ağrılarla ancaq kəfarəsi elədir. Qiyamət günü, əgər dünyada bağışlanmasa.
Həmçinin ahirətdə əff olunmasa, istisnadır təbii ki. Və digər kəbair, şərab içənlər, tərk eləməyənlər, onun üzərində ölənlər və s. Bunlar da nə olur? Tam təmizlənəndən sonra sonuç olaraq bunlar cəhənnəm əhli deyil, cəhənnəmə düşənlərdir. O cəhənnəmə düşənlər və cəhənnəm əhli, bunlar müxtəlif şeylərdir. Sonra axırda bunlar da çıxır, gedir. Amma çox yubanırlar, çox yubanırlar. Tamam mı? Bir də var ki, subhanallah, təsəvvür edin, namazları tərk eləmirdi, bu müsibətdir. Deyəcəm nə üçün? Zəkatını da vaxtında verirdi, artılamasıyla. Bura kimi yaxşı gəldi. Həcci də vaxtında eləmişdi. Bütün rükunlar yerinə eləmişdi, amma dəhşət kibir vardı qəlbində. İnsanlar yuxarıdan aşağı baxardı. Hep onlar dilinə sancardı. Öz bahalı maşına minəndə yuxarıdan aşağı baxıb maşın içində qeybət eləyib gedərdi. Yəni də bunlar və s. Bu kibir onun qəlbindən çıxmadıqca elə şəkildə ölərsə ibtidaən başlanğıc olaraq cənnətə girməsi qadağan edilir. Hədisdə qəlbində zərrə qədər misqal kibir olan cənnətə girməyəcəkdir. Yəni ibtidaən ilkin olaraq girmək qadağandır. O cəhənnəmə düşməli, qəlbindəki o kibir tamamilə yolu təmizləməli, işgəncə və əzabla peşman olmalı. Nəyi var? Tərtəmiz olmalı, gül balı, ağıl olmalı. Ondan sonra cənnət əhlinə uyğunlaşdırılandan sonra ən mükəmməl şəkildə təzədən cənnətə qaytarılmalıdır. Buna da qoş həsəd eləyənləri, buna da qoş kin-küdara bəsləyənləri, buna da qoş nəmmamları, dostları, qardaşları, möminləri bir-birinə ayıranlar, qoma əqrabanı bir-birinin arasına vuranlar, qattatları. La yədxul cənnətəl qattat, hədislər var. La yədxul cənnətə nəmmam, nəmmam cənnətə girməz, ibtidaən, ilkin olaraq girməz. İlkin olaraq onlara giriş məndir, qadağandır. Həsəd eləyənlər, nəmmamlar, söz gəzdirənlər, iftira yaxanlar, böhtən yaxanlar, həmçinin yalançılar. Siz düşünürsünüz ki, bunlar balaca əməllərdir, balaca günahlardır, bunlar vallahi kəbairdir. Və insanın bütün dini ayinləri yerindədir. Telefon oynama. İnsanın bütün dini ayinləri yerindədir. Amma insan yalancıdır. Fələ'netullahi aləl kəzibin. Əl-İmran surəsi. Balaca günah deyil. Kəbairdəndir. Dəlildir nədir? Lənət gəlib. Allahın lənəti yalancıların üzərinə olsun. Adam yalancıdır. Fantazyor, gökbaz. Yəni insana etibar ediləsi deyil. İnsan belədir. Bu insan təsəvvürlə islah olmamış, təmizlənməmiş, odda yanmamış, ağıllanmamış, gül balı olmamış birbaşa nə var nə bəlkə namazları yerindədir. Cənnətə girsə nəfəs atırlar orada. Orada hamı atlatı duracaqdır. O burası da hamı həzət eləyəcək. Bu gələ cənnətə təmizlənsin, cəhənnəmdə təmizlənsin. Girəcək orada deyəcək ki, xeyirdir o Firdosdadır, mən xultdayım. Yox. Təsəvvürlə, bu gələ orada girsin, yansın, ağıllansın, gül balı olsun, tərtəmiz olsun. Ondan sonra onu gələ İbn Qayyim bunu kitabın əmrinə gətirir. Beləcə Allah Teala Adəmi və onun zürriyyətini daha mükəmməl bir şəkildə qaytarmaq üçün dünyaya göndərmişdi. Fikir verin. İndi biz möminlərin misalına keçdik. Adam iftira atandır, şərbazdır, insanlar şərliyəndir, böhtan atandır, söz gəzdirəndir, qeybət edəndir, eybləri həvəslə ifşa edəndir. Bunun cənnətin işi var. Abın namazların yerində, daha qarşı tövhidim yerində, daha. Tamam, Allahın ədalətinə bax, gir, geçəncə, odda təmizdən, tərtəmiz, peşman ol, ağıllan, gül bala ol, ondan sonra gir cənnətə. Çünki cənnət kamil diyardır. Nöqsansız diyardır. Bax, hər bir insanın fitrətində mömin və kafir. Həmişə sual olur ki, olmazdı ki, dünya belə olmasaydı belə olardı. Sən Allah'tan çox bilirsən. Allah'tan da bilirsən. Əslində bu ağacın yeyilmə şeyi var, bu şah əsərdir. Bunu insanlar çoxsu bilmir. Sənin təxəyyül etdiyin, hətta kafirin, Andreyin, Timanın təxəyyül etdiyi o dünya var ya, bu dünya belə olmamalı, desin belə olmalıydı. O dünyanın Allah əzəldə yaratmışdı. O dünyanın adı Darül Xuld, əbədi diyar. Cənnəti adnin, təcri min təhtihəl ənhar, vəl firdevs, əl-ə'lə. O hamısı əzəldən yaratılıb hazırdır. Hətta göz aydınlığı verirəm. Dünyada sən yaratılmamışdan qabaq, dünyaya atan göndərilməmişdən qabaq o mükəmməl bir şəkildə artıq yaratılmışdı. Sən Allah'tan çox bilməzsən. O mükəmməliyi nə vardı? Bax, Allah Teala deyir Subhanahu Teala. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yəni cənnəti becərin. Sahabe deyir ki, ya Rasul, cənnəti nətər becərək? Bir zikr eləydik ki, orada ağaclar əkilir. La havlə və la quvvətə illə billah, ağaclar əkilir. Becərin. Yəni təsbih edirsən, və saraylar tikilir. Cənnət süslənir və bəzədilir. Allah xüsusən hər Ramazan ayında. Cənnət elə bir mükəmməl diyardır ki, elə mükəmməl diyardır. Adəm və onun zürriyyəti yalnız tam mükəmməlliyini qazanandan sonra ora girəcəkdir. Və burada mükəmməllik sözün bütün mənalarındadır. Hətta bədəm cəhətdən. Bakın Adəm yaratılanda başqa cür idi. Bilirsiniz onu. Ağacdan yeyəndə nə baş verdi? Övratı bizə çıxdı. Övratını görəndə o necə hallara düşdü? Başladı ağacın yarpaqlarını ötməyə və ağlamağa və qaçmağa. Çünki yerə yaratılmamışdı axı. Düzdürmü? Qiyamət günü Allah Teala Adəmin övladlarını kişi və qadın olaraq cənnətə salmamışdan qabaq İnnə enşə'nəhunə inşə'ə fəcəalnəhunə əbkara urban ətrabə li ashabil yəmin. Biz qiyamət günü onları cənnətə salmamışdan qabaq yenidən inşa edəcəyik. Allahu Akbar. Ən mükəmməl şəkildə. Baxın, mənəvi inşası ya tövbə ilə dünyada ya da ki odda təmizləndi. Düzdürmü? Hətta onlar çıxanda həyat deyilən bir nəhir var orada, çay var. Ora köz şəklində tullayacaqlar onları. Orada təzədən onlara yetişəcəklər. Mənəvi cəhətdə oddan təmizləndi. İndi də fizioloji cəhətdən Allah Teala onları yenidən inşa edəcəkdir. Onlara elə mükəmməl cisim verəcək ki, elə bədən verəcək ki, dünyada ən çirkin qadın hurul indən gözəl olacaq.
Dünyada yaratılmış en çirkin kadın hurul ayninden güzel olacaktır. Təsəvvür deməkdir. Halbuki hurul aynin vəsfi gəlib ki, yaylığını ne deyirlər? Yaylık. Yaşması. Yaşmasını dünya semasına bir dəfə belə eləyib qaytarsa, onun kokusu, ətri, aromatı, gözəlliyi qiyamətə kim qalar? Hurul ayn o kadar güzeldir ki, dünya semasına bir dəfə belə boylansa, qaytarsa, onun işığı burada qalır qiyamət gününə kimi. Bu dünyada iman etmiş, amma xilqət cəhətdən ibtila olub. Çox kifir yaratıb Rəbbi ona hikmətiyle. Şükür etdi. Rəbbinin qədərinə razı oldu. Səbr etdi və qədərini qəbul elədi. Çünki bax bunun da hikməti burada açılır. Qiyamət günü həmin o mömin qadın, kamil qadın həmin o vəsf olunan hurul-ayni gözəlliğində tozda qoyacaqdır. Dəlildə bu ayət. İnne enşa'nahun inşa'a. Biz onları qiyamət günü yenidən inşa edəcək. Kim onları inşa edəcək? Er-Rahmanur-Rahim, El-Musavvir, El-Xaliq, El-Bari, El-Bedi'. El-Bedi' ne deməkdir? Bu sözü adətən sənətkarlar deyirlər. Sənətkar bir şey yaratan ne deyirlər? Yarattı ya, ayda. Elə demirlər. El-Bedi' sifəti Allahın sifətidir. Yaratmaq yani. Biri var yaratmaq, elə biri yarattı ya, o söz verir çıxırıyor. El-Bedi', Bedi'. Sanat. Sanat. Allah Subhanahu mükemmel bir şekilde onları yaratacak. Yeniden inşa edecek. Yeniden her birini. Cennete giren her bir kişi ve kadını. İnne enşa'nahun inşa'a. Ve onlar hamısını yeniden suba edecek, bakir edecek. Kişiler de kadınlar da. Feceallehun ebkara. Uruben etraben li ashabil yemin. Onlar o cennete giren de onlar tesevvüle. Cennette onları saraylar gözlüyor. Bir saray değil. Saraylardır. Birbirine benzemir. Yaxşı, saraydan bezdim. Təbiət istəyirəm. Xeymələr de var. Palatkalar. Tamam. Yaxşı, bunu da istəmirəm. Ağacların altına yatmaq istəyirəm. O da var. Onu da istəmirəm. Suyun içində uçmaq istəyirəm. O da var. Onu da istəmirəm. En axırıncı sürətlə, su sürəti yox, ışıq sürəti ilə uçmaq istəyirəm. O da var. Yani ürəyin nə istəyəcək orada? İstədiyin şeylər də ən gözəl şeylər olacaq, mükəmməl. Allah Teala onu sənə verəcək. Sahabən biri gəldi ki, ya Resulallah, mən at yaman sevirəm. Mən istəyirəm cənnətdə at olsa. Olar, at olsun bir dənə at yaman, atı bağlayım at. Resulullah sallallahu aleyhi ve sellem deyir ki, o at yaqutdan olsa olar. Atın, sən görmüşsən bəzi atlar necə möhtəşəm olur. Birisi çox gözəl olanda parıltı verir. Desən o parıltısı yaqut kimi olsa necə olar? La ilahe illallah. Bir sənə yaqut kimi parıldayan bir at olacaq. Allahu ekber. Fiha ma la aynun ra'at. Gözün hiç vaxt görmediği, kulağın hiç vaxt eşitmediği, kalbin hiç vaxt dərk etmediği bir şeyler, o nimetler orada gözür. Rabbim onu bizden məhrum etmesin, biz de onu məhrum etmesin. Subhanahu Teala bu sözleri ve bu İbn-i Qayyim'den gelen bu nefis faydaları eşitenler için ve danışan için faydalı etsin. Hâdâ ve sallallahu ve sellem ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in.